Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində, Savxoz ərazisində, Pekalin deyilən ərazidə, yəni çörək zavodunun yanında sizin üçün 4 sotda 5 otaqlı evin çəkilişinə gəlmişik. Şəxsi evdir, yaşayışlı evdir. Bu hissəsi bizim yay mətbəxidir, değerli dostlar. Çox qəşəng evdir, səliqəli evdir. Değerli dostlar, sizden xahişim videonun sonucan izleyin ki, videonun sonunda qiymət deyiləcək. Bu hissəsi yayda oturmaq üçün, istirahət eləmək üçün yerdir. Değerli izləyicilərimiz, çox qəşəng əl işləridir. Ev sahibinin özünün əl işidir. Həqiqətən də çox gözəl işlər görünübdür, səliqəlidir. Belə bir əl yuma yeridir burada. Darba sahasına kimi qəşəngdə əl işləri gedibdir. Bu hissəsində su quyu suyudur, gördüğünüz kimi. Su quyu suyudur. İnşallah keçəcək evin içindən tanış edəcəm. Evimiz yaşayışlı evdir. Qaz sayğacı, işıq sayğacı, suyumuz quyu suyudur. Burada bizim belə bir eyvanımızdır, balkon kimi. Və keçirik evin içine tanış edeyim. Girişte böyle bir koridorumuz. Koridorumuz da şey geniştir. Değerli dostlar, zalı en sona saxlayacağım. Burada bizim böyle bir yeni koridordur, 2 mərtəbə. Böyle değerli izleyicilerimiz, bu hissəsi koridorumuzdur. Birinci mərtəbənin burada böyle bir mətbəx, otaq, studiyada değerli izleyicilerimiz. Çok qəşəng dekoratiflə iş gedibdir. Evimizin qiyməti də münasib qiymətə deyilir. Böyle bir evdir, qəşəng, səliqəli evdir. Adam həqiqətən də evdən çıxmaq istəmir. Çox gözəl evdir, səliqəli evdir. İnsanın belə deyim də psixoloqunu sakitləşdirir. Çox uyutun evdir. Bu da bizim belə bir mətbəximizdir. Mətbəximiz də genişdir. Keçən indi evimizin sanitar və sanuzelinə tanış edeyim. Elə sanitar və sanuzelimiz inansız elə bir genişdir ki, qəşəng. Buna baxın. Çox qəşəng genişdir. Bir otaq sayılır. Bu da bizim öyle bir peçte, İran peçete, hem de kombimiz de var dostlar. Kombi de işləyir. İndi sizi qonaq otağı ilə tanış edəcəm. Bu da böyle bir geniş qonaq otağımızdır. Elə qonaq otağımız 48 kvadratdır dostlar. Həqiqətən də böyükdür. Burada böyle yani istediğiniz qonaqlarınızı rahat şekilde qarşılaya bilərsiniz. Bu da böyle bir sunner kamen kimi düzəlibdir, qəşəng, səliqəli. Həm televizor qoymaq üçündür də, yəni televizor yeridir. Kabelli kimi hazırdır, yeri var. Qalxaq indi ikinci mərtəbə ilə tanış edeyim. Burada şkafdır dostlar, şkafdır. Güzgülü şkaf. Burada qalxdığımızda böyle bir otaqdır. Burada böyle bir yeni otaqdır. Bu da otaqlarımız da şey geniştir. Həqiqətən də geniştir. Balkona çıxış yeridir. Sadəcə şkaf qoyulubdur. Yəni qapısı bağlıdır. 3 otağı kimi eliblər buranı. Değerli dostlar, evimizin qiyməti 110 bin manata deyilir. İnşallah gəldinizdə real alıcı danışıb razılaşma olur. Allah Allah'ını satanda xeyir versin. Sağ olun, var olun.